Ermənistan son illərdə silahlanmada yeni mənbələr axtarır. Rusiya ilə münasibətlərdə yaranan gərginlik, qərb silahlarına çıxışın məhdudluğu fonunda Hindistan neytral və texnologiya baxımından sərfəli tərəfdaş kimi görünə bilər. Dehlinin istehsal etdiyi və dağlıq ərazilərdə döyüş əməliyyatları üçün nəzərdə tutulmuş Pranchand hücum helikopteri İrəvanın marağındadır. Bu məlumatlar Hindistan mətbuatında yer alsa da, rəsmi təsdiq hələ ki yoxdur. Lakin informasiyanın özü belə Cənubi Qafqaz kontekstində mühüm suallar doğurur. Ekspertlərin fikrincə, bu cür texnikaların alınması Ermənistanın gələcəkdə dağlıq bölgələrdə diversiya əməliyyatlarına hazırlaşması ilə əlaqəlidir. Xüsusən də Hindistan və Fransanın birgə istehsalı olan helikopter kəşfiyyat məlumatlarını öz əlində cəmləyə bilər. Fransa və Hindistanın birgə istehsalı olan bir helikopterdir. Onun da alınacağına mən indiki dövr üçün inanmıram, amma gələcək üçün hər şey ola bilər. Bu çox bahalı bir helikopterdir, amma burada Hindistan da, Fransanın da onu Ermənistana satmaqda maraqları bölgəyə girməkdən ibarətdir. Çünki əgər belə bir uçuş aparatları, belə helikopterlər Ermənistanda olarsa, onların eksploatasiyası, onların texniki xidmətləri onu satan ölkələrin əlində olacaq. Və bu o deməkdir ki, həmin ölkələrin bölgədə məskunlaşması, bölgədə mövcud olması gündəmdən çıxa bilməyəcək. Pranchand yüngül hücum helikopteridir. Bu texnika xüsusi olaraq Himalay dağlarında istifadə üçün hazırlanıb. Onun əsas üstünlükləri sırasında 6400 metrdən çox yüksəklikdə fəaliyyət göstərmək qabiliyyətinin olmasıdır. Eyni zamanda tank əleyhinə Helina raketləri ilə təchiz olunub. Lakin həmin texnikanın İrəvana satışı üçün azı 5-10 il vaxt lazımdır. Çünki Hindistan hələ bu helikopterlərin istehsalı mərhələsindədir. İlkin olaraq öz daxili hərbi ehtiyaclarını ödəməyə çalışacaq. Digər tərəfdən bu texniki xüsusiyyətlər Ermənistan kimi relyefi dağlıq olan bir ölkə üçün strateji üstünlük deməkdir. Şərhçilər bildirirlər ki, Qafqaz dağları və sərhəd xəttində yerləşən mövqelər üzərində üstünlük əldə etmək hərbi baxımdan vacib ola bilər. Amma Azərbaycan arsenalında da kifayət qədər həmin texnikaları sıradan çıxaracaq qurğular mövcuddur. Ermənistan əgər gələcəkdə bu helikopterləri tədarükü ilə bağlı addım atarsa, bildiyimiz kimi söz gedən helikopterlər yüngül hücum helikopterləridir. Bu da o deməkdir ki, Ermənistan gələcəkdə daha ciddi təxribata və riyakarlığa əl atmaq üçün müəyyən addımları atmağa çalışır. Cari dövrdə nəzərə alsaq, Azərbaycan ordusunun arsenalında yetərincə hava hücumundan müdafiə sistemləri var ki, ən son nəsil və istənilən hava hücumunun qarşısını almaqda deyərdim ki, çox effektivdir. Analitiklərin fikrincə, Ermənistanın Pranchand helikopterinə marağı təkcə texniki yenilənmə deyil, həm də siyasi və hərbi doktrinasında dəyişiklik ehtimalından xəbər verir. İrəvan həm də dağlıq ərazilərdə çevik hava dəstəyi imkanları əldə etmək istəyi diversiya və lokal toqquşmalar üçün hazırlıq mənzərəsini gücləndirir.